Təbii ki, yeni bir videomuz olacaq. Efir rejissorum hazır edəcək onu və mən bir məqamı sizinlə bölüşmək istəyirəm. Hal-hazırda Türkiyədə Azərbaycanla bağlı çox gözəl fikirlər, çox müsbət bir əhval-ruhiyyə zaten hər zaman elə idi, amma bu ərəfələrdə xüsusən bu özünü qabarıq şəkildə göstərir. Çünki son dönəmdə 4 türk dilli ölkədən Türkiyəyə edilən, verilən demək zərbə, qoyulan zərbə, vurulan zərbə və xüsusən də Türkiyənin dolayısıyla işğalçı dövlət kimi tanınması, Kipri tanımaları ilə bağlı verdikləri qərar və əslində o türk dövlətləri Ərdoğanı, Türkiyəni kürəyindən xəncərlə vururlar. Nəyin müqabilində? Təbii ki, pulun müqabilində və belə bir ərəfədə Azərbaycan faktoru bir daha ön plana çıxır. Zaman-zaman Azərbaycan İsraillə münasibətləri, diplomatik münasibətləri Türkiyənin bəzi dairələrində tənqidə məruz qalsa da, baxmayaraq ki, bu bizim balanslı siyasətimizin nəticəsidir. Amma belə situasiyalarda Azərbaycan bir dost olaraq, bir qardaş olaraq öz sözünü deyir. Və indi Türk televiziyalarında baxın, demək Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın mövqeyi ilə bağlı necə gözəl belə analitik təhlillər var. İzləyək videonu, mən sonra sizinlə bu müzakirəni davam edəcəm, dəyərli izləyicilər. Evet. Azerbaycan Türkmenistan'dan daha mı zengin? Çok daha mı zengin? Hiç mi sorunu yok? Evet. Avrupa ile kapışmıyor mu? Avrupa ile sorunlarını çözemez miydi? Fransa ile kapışmıyor mu? He? Evet. Karabağ sorunu hala savaş devam etmiyor mu? Hala bir ateşkes imzalandı ama barış anlaşması imzalandı mı? Hala bir sürü nifak sokmuyorlar mı? İran üzerinden başka ülkeler üzerinden tehdit etmiyorlar mı? Hala istihbarat operasyonlarına maruz kalmıyor mu? Ama ne oluyor? Aslan gibi duruyor ya. Sözünün arkasına duruyor. Önce yapanın hakkını verelim arkadaş. Evet. Yapanın hakkını verelim. İkincisi 11 milyar dolar para. 11 milyar doların hepsini verecekler mi sen diyorsun? Onu diyor İlber Ortaylı. Bu Hayır, para zaten... hepsini vereceklerini mi zannediyorsun? Hadi bak, ben şey için söylüyorum. O da bir kandırmaca. 5'e böldün. Adam başı düştü 2 milyar. 10 seneye yaydın. Yılda 200 milyon dolar. Ben şu lafı söylerim. Bu kadar mı ucuz ya? He? Değdi mi ya? Değdi mi kardeş? Bak kardeş diyorum ya. Değdi mi? Biz burada Turan ekonomik bölgesi dedik ya. Biz beraber büyüyeceğiz dedik. Evet. Yeni dünyada oluşacak olan bu dünya savaşına giderken birbirimize sırtımızla dayayacağız dedik kardeş. Ne oluyor? Hayırdır? Hayırdır? Dediği gibi yalnızca tanıma değil ki. Sen tanıdığın zaman beni işgalci yapıyorsun arkadaş. Yani burada yalnızca bir Rum kesimi tanımak yok ki. Beni işgalci yapıyorsun, beni. Nerede yapıyorsun? Türk Devletler Topluluğu'nda kardeş dediğin, ortak lisana geçtiğin, ortak ekonomik bölge kurduğun, ortak alfabeye geçtiğin ülkenin askerine işgalci diyorsun be kardeşim ya. Ayıp değil mi ya? Kardeşler arasında yakışıyor mu? Bırak diplomasiyi filan. Bırak ikili ilişkileri. Bırak parayı pulu. Yakışıyor mu ya? Yakışıyor mu? Biz hangi konuda size bıraktık yarı yolda? Hangi konuda size herhangi bir konuda arkanızda durmadık? Hangi konunuzda sorununu çözmek için uğraşmadık? Türk Devletler Topluluğu'na yıllarca Kıbrıs'ı tanımamaları ilgili niye bir şey demedik? Zora çıkmayın dedik, zora. Evet. Ama tanıdığında sen beni zora soktun arkadaş. Doğru mu? Evet. Sen beni zora soktun şimdi. Maalesef. Bak, Türkiye bu konuda dayatıcı olmadı. Büyüyorsunuz, sorunlarınız var. Bu sorunlarla uğraşmayın diye dayatıcı olmadı. Bəli, dəyərli izləyicilər, bax bu cür videolar, bu cür çıxışlar son vaxtlar Türkiyə kanallarında Türkiyəli ekspertlər, Türkiyəli demək fikir adamları tərəfindən xüsusilə danışılır, müzakirə edilir və ekspertlər Azərbaycanın rolunu, Azərbaycanın çəkisini, Azərbaycanın strateji məqamda Türkiyənin yanında, arxasında bir qardaşı olaraq necə dayandığını bir daha belə faktlarla vurğulayırlar. Baxın, ekspert necə gözəl deyir. Qarabağ tam tikilib, qurulubmu? Yox. Bu pullara Azərbaycanın ehtiyacı varmı? Təbii ki, var. 11 milyar puldan Azərbaycana düşəcək payın Azərbaycana bunun təbii ki böyük ehtiyacı var idi. Fransa ilə münasibətlər deyir, Qarabağda hələ də atəşkəs olmasına baxmayaraq ermənilərin bu məsələdəki
təxribatları və s. Azərbaycan da deyir buna gedə bilərdi. Azərbaycanın buna getməsi üçün deyir kifayət qədər səbəbi var idi, amma etmədi. Azərbaycan dərs verdi hər kəsə. Aslanlar kimi, ifadə də budur. Aslanlar kimi öz mövqeyinin arxasında dayandı. Onun haqqını vermək lazımdır deyir. Amma və eyni zamanda qeyd eləyir ki, yəni bu məsələdə qardaşlığı göstərmə zamanı idi. Ortaq əlifbadan, ortaq türkçədən, ortaq strategiyadan, Türk Dövlətləri Təşkilatlarından danışdığımız bir ərəfədə qardaşlarımızın bizi bu cür satması, yəni Kuzey Kıbrısı tanımaq, təkcə tanımaq deyil, həm də Türkiyəni işğalçı kimi qələmə verməkdir. Bir öz qardaşını işğalçı kimi qələmə verən bir demək ki, Türk dövlətlərindən gedir söhbət. Nəyin qarşılığında? 11 milyard dolların qarşılığında və bu 11 milyard dollar da deyir, onsuz da deyib bu dərhal verilməyəcək, hissə veriləcək, hər aralarında bölünəcəyi halda kiçik bir məbləğlər düşəcək. O məbləğə görə bizi satmağa dəyərdimi? Dəydimi qardaş deyir. Baxın görürsünüz, deyir, yenə də sizə qardaş deyirik. Azərbaycanın güya buna ehtiyacı yox idi mı? Təbii ki var idi. Qurduğu Qarabağda, ölkəsinin iqtisadiyyatında bir çox hər bir ölkənin deyir pula, paraya ehtiyacı var. Amma prinsiplər ön plana gələndə bunu nəzərə almaq lazımdır. O baxımdan da mən bir daha buradan bir Azərbaycan vətəndaşı olaraq, bir Azərbaycanlı jurnalist olaraq Azərbaycanın bu qərarından qürur duyduğumu bir daha bildirmək istəyirəm. Bəli, Azərbaycan beynəlxalq siyasətdə lazımi anda lazımi addımları ata bildiyi üçün bu qədər qüdrətli və güclüdür, dəyərli izləyici. Bəli, İsrail məsələsində bizim Türkiyə ilə İsrail arasındakı vasitəçiliyimiz də məhz buna hesablanır. Bəzi Türkiyə mediasında, Türkiyə media orqanlarında bunu belə xoş qarşılamasalar da və s. də. Amma ki, yəni biz İsrailə heç bir danışıqlara getmirik. Azərbaycan bunu niyə dedi, niyə ifşa etdi və s. Bu baş vermiş bir şeydir. Türkiyə ilə İsrail arasındakı münasibətlərin düzəlməsi həm də Azərbaycanın fəaliyyəti ilə və Azərbaycanın səyləri ilə mümkün olacaq. Azərbaycan yəni ancaq Türkiyənin yaxşılığını istəyən addımlar atır. Bəli, lazım olanda öz maddi maraqlarımızdan keçməsini də bilirik. Lazım olanda öz qardaşımızın yanında dayanmasını da bilirik və Türkiyənin marağı bizim marağımızdır deməsini də və bunu işdə, icraatda göstərməsini də bilirik və bunun Türkiyə televiziyalarından bu cür, belə deyək də, çox gözəl bir formada anlamayanlar üçün, başa düşməyənlər üçün ki, bəzən cəmiyyətlərdə, topluluqlarda yəni hər kəs anlaqlı olmur, anlamaya bilirlər və onların nəzərinə, diqqətinə bunu xüsusi vurğu ilə çatdırılması da önəm daşıyır. Təbii ki, Ərdoğanı Türk dövlətləri niyə satdı, nəyin müqabilində satdı, bunun cavabı necə olacaq? Bu sonranın işidir, amma sınaq anı idi, belə deyək də, bu istiqamətdə belə bir anda Azərbaycanın bu sınaqdan üzağ çıxması da təbii ki, onun xanasına yazılmış olan uğurlardan sayılır, dəyərli izləyicilər.